Salam qızlar, necəsiz? Nə var, nə yox? Neçə gündür uzun vlog paylaşmıram və məndən qızlar həmişə uzun vlog istəyirlər. Burada axşamüstü həm tortlarım var hazırlanası, həm də ki kuxnam dağılıb köçüb gedir. Bu aralar biraz üst-üzə sağlıq, narahatam. İynə dərman elətdirirəm deyənə, dərmanların da tərkibində yuxu, yəni demidrol dərmanı olduğuna görə yuxu verir. Və istər-istəməz yuxum gəlir, yatıram. Və qızlar, burada başladım artıq qablarımı yumağa. Dedim elə qabları yuyun, daha sonra gətirim. Paltar yuyana paltarları da atım ki, paltarlar da yuyulsun. Daha sonra təbii ki də Miray yatanda edə bilirəm. Yəqin ki, uşaqlı analar mənə başa düşər. Ancaq uşaq yatandan sonra iş görmək olur. Çünki uşaq olsa da görməyin adı yoxdur. Sən buradan görsən də o oradan artıq dağıdır. Həqiqətən də çox, yəni dəcəl uşaqdır. İndiki uşaqlar zamanədəndirmi, ya sudandırmı, ya yağdandırmı, ya yeməkdəndirmi, bilmirəm nədəndir. Və sonra başlayıram biskvitləri etməyə. Məndən hamı soruşur ki, tortları hardan öyrənirsiniz? Tortları qızlar, mən kursa yazılmamışam hələ ki. Amma ki, yazılmaq fikrim var və ancaq burada qolumu qızlar dişləyib, dəhşət ağca qanat var. Baxmayın mənə, dəhşət vəziyyətdəyəm və tortları YouTube'dan, Instagramdan, TikTok'dan baxıram, öyrənirəm. Bir resepti YouTube'da bir videodan öyrəndim və artıq o reseptlə bütün biskvitlərimi edirəm. Çox qəşəng reseptdir. Mən 2 yumurta sayı ilə deyəcəm sizə, amma siz yumurtanın sayını artırdıqca eyni qramı da artırırsınız. Məsələn, 6 yumurta istifadə edirsinizsə 2-2 hesablayırsınız. Məsələn, 2 yumurtaya 72 qram pesokdur, 60 qram undur, 12 qram nişastadır, 4 qram vanildir, 4 qram qabartmadır. Artıq siz 6 dənə yumurta istifadə edəcəksinizsə, o dediyim rəqəmi 72-ni, 60-ı, 12-ni, 4-ü vuracaqsınız 3-ə. Və bu formada istifadə edəcəksiniz. Və bir xörək qaşığı dolu da ilıq su vuracaqsınız. Yumurta sayına 2 yumurtaya 1 xörək qaşığı vuracaqsınız. Artıq 10 yumurtaya 5 xörək qaşığı vura da bilərsiniz, 3 xörək qaşığı da vura bilərsiniz. Yəni baxacaqsınız kıvamına. Nişasta nə üçündür? Nişasta tortu qəşəng toparlamaq üçündür. Biskviti dağılmamağa qoymamaq üçündür. Şişməsini düzgün sağlamaq üçündür. Su ondan ötəridir ki, puf olsun, yumuşaq olsun. Çünki nişasta bərklik verir, su yumuşatma verir. Yəni bunlara diqqət edin və əsas məsələ, yumurtanızı həmişə ev temperaturunda götürün. Ev temperaturunda götürüb pesoqla gözəl şəkildə mikserdə çalanda, bax görün 10 dənə yumurtanı burada nə vəziyyətdə çalmışam, nə hündürlükdədir. Və daha sonra hər bir ingrediyenti, unu, nişastanı, vanili ələ ilə keçirəndə, ələ ilə yavaş-yavaş keçirdib və bir istiqamətdə çırpıcını altdan yuxarı eləyib yavaş-yavaş qarışdırdıqda həqiqətən də çox möhtəşəm, çox gözəl tort alınır. İstər-istəməz biskvitləriniz super olacaq. Və qızlar, salfetka altına qoymaqdan qorxmayın. Salfetka heç bir şəkildə yapışmır. Salfetka çox gözəl çıxardır altını, tərtəmiz. Və burada artıq soymuşdu, kəsmişəm də tortlarımı. Mən kəsəndən istifadə edirəm. Bütün tort ləvazimatları mağazasında satılır. 5 manat almışam. Kəsdikdən sonra başlayıram kremləməyə. Mən qaymaq istifadə edirəm. Siz zavadnoy krem də hazırlaya bilərsiniz. İstədiyiniz krem növünü eləyə bilərsiniz. Qozu dolu vurmayın torta. Normasında vurun. Çünki qoz acılıq verə bilər, bilməyə bilərsiniz. Suyu hansı şəkildə vura bilərsiniz? O da su deyəndə, yəni şərbət hazırlayırsınız. Ya südlə şəkər və yaxud da malako və yaxud da kakao ilə malako bu formada şəkər hazırlaya bilərsiniz. Baxırsınız ki, məsələn, tortu bugün yığmısınız, 2-3 saat içində təhvil verməlisiniz. Ona görə onda az miqdarda suluyun kekslərinizi. Yox, bugün yığmısınız, sabah təhvil verəcəksinizsə, kremliyin, qoyun buzluğa. Onda kremin zaten suyunu çəkir özünə, keks çəkir, biskvit çəkir özünə və yumuşaq olur. Və qaymağınızı çalışın çox bərk yox, çox da yumuşaq çalmayın. Burada da zövqə görə karamel əlavə edə bilərsiniz, dolgular əlavə edə bilərsiniz. Sizin tam bu zövqünüzə və qarşı tərəfin istəyinə bağlıdır. Tortların birinci qatını isladıb kremlədikdən sonra, arasını doldurduqdan sonra, ikinci qatını qoyduqdan sonra artıq çəmbərə salırıq. Və yaxud da siz istəsəniz qatları yığıb kənarını birinci sıvama eləyib, sonra çəmbərə də üzərinə klonka çəkib çəmbərə də sala bilərsiniz ki, heç bir şəkildə sıvadığınız zaman qırıntı, oxantı görsənməsin. Çəmbərə salıb buzluqda saxlamaq şərtdir. Çünki onda tort düz olur. Tort tam formasını tutur, sonra çıxardıb sıvadıqda sizə gözəl pürüzsüz tort görsənir. Həqiqətən də bu dediyimlə hamısına siz yerli yerində riayət etsəniz,
Çox gözəl tortunuz olacaq. Başda hər kəs səhvləri olur, amma ki hər şey düzəlir. Səhifəmə abunə olun.